Salam değerli izleyicilerimiz, hər birinizi salamlayırıq. Ölkəmizdə zəfər günləri yaşanır. Bu zəfər günlərinin qəhrəmanlarından biri də olan şəhid Qəmbərov Bilal Xanlaroğludur. Zəfərin mübarək olsun, qəhrəman igidim. Bu zəfər sizin zəfərinizdir. Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək qələbəni, zəfəri bizə yaşatdınız. Biz de bugün özümüze borç bildik. Bir grup vətənpərvər olaraq şəhidimiz Bilal Qəmbərovun ailəsini, ev muzeyini ziyaret edək. Bu zəfər günlərində şəhidimizin ruhunu ehtiramla yad edərək zəfərin mübarək deyək şəhidim. Mənimlə birlikdə İgid Qəhrəmanoğlu'nun xatirəsini yad etmək üçün Hacı xanım Kifayət Bayramova və vətənsevər Leyla xanım Əhmədova gəlib. Ancaq mən ilk öncə istəyirəm ki, bax bu zəfər günlərini yaşayan ölkəmizdə zəfər şəhidimizin anası zəfərlə bağlı, bu qələbə ilə bağlı xalqımıza öz ürək sözlərini qatdırsın. Buyurun. Bilal Qəmbərovun anası, Qəhrəmanoğlu anası. Mən də hər kəs salamlayıram. Çox sağ olun, sizə də gələn əxəriniz var olsun. Allah var eləsin sizləri. Bütün xalqımızı, sizləri Zəfər Bayramı münasibətilə təbrik edirəm, can sağlığı arzulayıram. Mən əvvəllər 1-ci, 2-ci ilində zəfərimizin bu zəfəri o qədər anlamırdım, mənə çatmırdı. Amma mən indi başa düşürəm ki, nə böyük bir zəfərdir, nə böyük qələbədir. Həm xalqımız üçün, həm Azərbaycanımız üçün, Borçalımız üçün, həqiqətən Türk dünyası üçün. Bu zəfər davam yaşasın, zəfər bizə yaraşır. Allah var eləsin sizləri də. Şəhidlərimizin ruhu şad olsun, onların sayəsində, qazilərimizin əzaları sayəsində, dövlətimizin birliyi, bu üçünün birliyi sayəsində biz bu qələbəni qazandıq və deyirəm ki, şəhidlər, ruhunuz şad, məqamlarınız uca olsun, zəfəriniz mübarək olsun. Sizin də bayramınızı təbrik edirəm, sizin bayramınızı təbrik edirəm, can sağlığı arzulayıram. Allah sizi var eləsin. Daim 5 ildir yanımızda olan xanımlar, Raziyə xanım, Kifayət xanım, Leyla xanım, Allah hamımızın köməyi olsun, hamımızın evimizdə gözəl günlər olsun. Bundan sonra Azərbaycanımıza Allah belə günlər yaşatmasın. Teşekkür edirik size. Bəli, değerli izleyicilerimiz, Ali Baş Komandanın bir çağrışına qəhrəman oğullarımız silaha sarıldı. Həsrətində olduğumuz doğma Qarabağımız azad oldu. Azad olmuş vətən torpaqları üzərində üç renkli Azərbaycan bayrağı bugün qürurla dalgalanır. Qürurlu bayrağımız her zaman ucalarda dalgalanacaq. Bax, siz igidlərin şücaəti, qəhrəmanlığı Ali Baş Komandanın müdrik siyasəti nəticəsində. Elə istəyirəm ki, şəhidləri sevən, şəhid aşık olan Hacı xanım Kifayət xanım da öz ürək sözlərini bizim izləyicilərimizə çatdırsın. Buyurun Hacı xanım. Mən də hər birinizi salamlayıram. Çox sağ ol Raziyə xanım. Təşəkkür edirəm sizə ki, hər bir zaman şəhid analarının yanında olursunuz, şəhid valideynlərinin yanında olursunuz. Qələminizə Allah güc-qüdrət versin ki, siz şəhidlərimizi gözəl təmsil edən şeirlərlə onları hər kəsə tanıtdırırsınız. Yəni, hər kəs şəhid haqqında danışa bilər, ancaq şairlər üçün şəhid daha bir böyük zirvə olur ki, onlar onu qələmlərini həkk edib, sonra gələcək nəsillərə ötürürlər. Buna görə sizə minnətdarım, təşəkkür edirəm. Və çox dəyərlimiz Leyla xanım, minnətdaram sizə ki, siz də Rostov vilayətindən gəlirsiniz dəfələrlə, öz şəxsi büdcənizlə bu şəhid analarını yad edirsiniz, şəhidlərin və şəhidlərlə bərabər nə qədər imkansız yetim məzlumların yanında olursunuz. Buna görə təşəkkür edirəm. Bu hər kəsə nəsib olmur. Onun üçün insana böyük ürək lazımdır, o ürək də sizdə var. Və bugün biz şəhidimiz Bilalımızın ev muzeyini ziyarətə gəlmişik. Bilalımızın anası Gültəkin bacı, mən sizə minnətdaram, təşəkkür edirəm ki, bu cür qəhrəman, mərd, igid oğullar böyütmüşsünüz. Siz vətənə layiq oğul böyütmüşsünüz, vətənin müdafiəsinə hazır olub və Ali Baş Komandanımızın bir səsinə səs verib 30 illik həsrədə qovuşduran qəhrəman igid oğullardan biri də Bilal şəhidimizdir. Şəhidlər ölmür, ölümləri ilə ölümsüzlüyə qovuşurlar və tarixlərə daim yaşayacaqlar. Şəhidlər tariximizi azad edib, tariximizi yaşadıb, özləri daimi tarixə qovuşdular. Zəfər Azərbaycana necə gözəl yaraşır. Qarabağı bütöv etdi sizin bu qəhrəman oğullarınız.
oğul dünyaya gətirəndə o sadəcə olaraq sizin oğlunuz idi. Ancaq onlar şəhid olandan sonra bütöv Azərbaycanın oğlu və mən bütün şəhidlərimlə qürur duyuram. Fəxr edirəm ki, mən Azərbaycanlıyım və mənim bu cür vətənpərvər, öz anasını deyil də vətənini sevib, ana bacılarının qeyrətini, namusunu qoruyub, Xocalı faciəsini hər birimiz bilirik. Xocalıda əsir düşmüş, şəhid olmuş qızlarımızın, oğullarımızın, qardaş bacılarımızın qisasını məhz sizin oğullarınız aldı və bu zəfəri Azərbaycana yaşatdılar və bütün Azərbaycan olaraq mən bilirəm ki, hər bir Azərbaycanlının evində bu zəfər günü böyük bir sevinç yaşadı. Düzdür, bir gözünüz sevinir, bir gözünüz kədərlənir, ancaq inanın ki, qürurla yerimək, sevinçlə addım atmaq, ən gözəl sözləri danışmaq elə siz şəhid analarına yaraşır. Siz hər bir zaman başınızı dik tutun, qürur duyun ki, bütün Azərbaycan deyil də, bütün dünya inanın ki, Azərbaycanın qəhrəman oğullarından danışır ki, tarixdə misli görünməmiş hadisələrdən biridir ki, əsarət adında olmuş torpaqları azad edilən bir dövlət olaraq tarix yazdı sizin oğullarımız və Ali Baş Komandarımız. Allah Teala bütün şəhidlərin məqamını uca eləsin, sizlərə səbir versin və biz qürur duyuruq Azərbaycanlı olmağımızla və şəhidlərimizlə. Allah Teala bu zəfəri bizə daim etsin inşallah. Təşəkkür edirəm sizə dəyərli Hacı xanım, minnətdarlığımı bildirirəm. Bəli, vətən torpaqları bugün azaddır. Vətən torpaqları bugün abad olur. İnşallah ki, məcburi köçkünlərimiz dədə-baba torpaqlarına qayıdırlar və bir ömür boyu orada şəhidlərimizin xatirəsini ehtiramla yad edərək yaşayacaqlar. Və burada bizim dəyərli Leyla xanım Əhmədova da var. Onun da elə həm zəfər təbrikini, həm də şəhid anasına olan ürək sözlərini dinləyək. Buyurun Leyla xanım. Mən də hər birinizi salamlayıram. Əlbəttə ki, şəhidlər bizim başımızın tacıdır. Çox sağ ol Fəriz xanım, çox sağ ol Rəziyə xanım. Siz də hər dəfə doğrudan da 5 ildir Kürdəkin ana dediyi kimi biz hər bir zaman şəhidlərin, analarının, ailələrinin yanında oluruq. Özümüzə borc veririk onu. Mən də qürbət ildə yaşasam da ancaq hər gəlişimdə birinci növbədə şəhidlər xiyabanını gedib ziyarət edirəm. Allah bütün şəhidlərimizi ruhunu şad eləsin. Analarını da əllərindən öpürük. Kürdəkin ana sizə Allah səbir versin. Doğrudan da bir gözünüz gülür, bir gözünüz ağlayır. Biz nə qədər yanınızda olsaq ancaq təsəlli verə bilirik sizə. Amma sizin o ürəyinizdə olan ağrıyı biz ala bilmirik. Amma çalışdığımız qədər istəyirik ki, sizə diqqət ayıralım, sizin yanınızda olalım. Az da olsa biz də öz insanatımızı göstərək. Biz şəhidlər bizim hər birimizin başımızın tacıdır. Kifayət xanımı dedi ki, şəhidlərin aşıqıdır. Doğrudan biz şəhidlərimizin aşıqıyıq. Allah qazilərimizə də ömür versin, can sağlığı versin. Allah bizim dünyamızı qorusun, Azərbaycan xalqımızı qorusun. Ali Baş Komandanımızı qorusun. Sağ olun, Rəziyə. Buyurun Leyla xanım. Məndə bir beləcə hədiyyəm var. Çox sağ olun. Bəlkə də beləcə də olsa əmə qiymətli olar. Və bunu sizə götürmüşüm. Yəni orada bizim İgid qəhrəman oğlumuzun rəsmi döyülmüş bir medalyondur. Leyla xanım onu şəhidimizin anasına təqdim edir. Allah qəbul eləsin Leyla xanım. Zəfəri bizə yaşadan İgid qəhrəman oğullar. Sizinlə bir ömür boyu qürur duyacaq bütün xalqımız. Hər zaman xalqın yaddaşında qəhrəmanlığınız bir ömür boyu danışılacaq. Bu vətən sizi, bu xalq sizi unutmadı. Dəyərli izləyicilərimiz, onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Bilal ilk dəfə cəbhəyə yollananda öz doğum günündə, ad günündə cəbhəyə yollandı. Onu təbrik edən dostlarına bir söz oldu. Narahat olmayın. Qələbə ilə torpaqlarımızı azad edib, vətənimizi azad edib, vətən torpaqlarını qələbə ilə dönəcəyik. Leyla xanım, çox sağ olun bax bu hədiyyə üçün və Bilalın son sözü oldu. Azad Qarabağın hər bir daşında, qayasında üç rəngli Azərbaycan bayrağını dalğalandırıb qələbə ilə dönəcək. Bəli, Bilal döndü, qələbə ilə döndü, zəfərlə döndü. Şəhadətə ucaldı, şəhadəti ilə döndü və üç rəngli Azərbaycan bayrağının qürurla dalğalanmasını bugün göylərdən, Azad Qarabağın, Azad şəmalarından
Bilal kimi igid qəhrəman şəhidlərimizin ruhu o bayraqların dalğalanmasını görür və ruhları rahatlıq tapır. Var olsun şanlı müzəffər Azərbaycan ordusu, var olsun Ali Baş Komandanımız, var olsun dövlətimiz, dövlətliyimiz, var olsun millətimiz. Qarabağ Azərbaycandır. Zəfəriniz mübarək olsun. Qəhrəman Azərbaycan oğulları.